Münasibətlər, bir-iki münasibətə xülasə olaraq qısa şəkildə istəyirəm işarə eləyə, çox sizləri yormayaq inşallah. Münasibətlərdən biri ki, əlhəmdülillah Allah qismət edib bizlərə əziz, bərəkətli, rəhmətli, mübarək Ramazan ayıdır. Allah-u Teala bütün tutulan orucları, ibadətləri, duaları bu ayda qəbul eləsin inşallah. Fürsətdir bu günlər ibadət eləmək, bu günlər dua eləmək, bu günlər istiğfar eləmək fürsətdir. İnşallah qənimət biləyin, biraz tənbəllikdən uzaq olağın. Bu günlərin dualarında da var da, Pərverdigara məni müstəğfirlərdən qərar ver, məni Qur'an oxumağa bu ayda müvəffəq eləcəkən və ilaxır və ilaxır. Çalışağın ibadətlərdən istifadə eləyən inşallah. Xüsusən bu ayın ən gözəl əməllərindən iki şeyə çox təkid olunubdur. Biri duadır, biri istiğfardır. İnsan çox Allahdan bağışlanmaq diləyə bu ayda və çox dua eləyə, hacətləri üçün dua eləyə ki, Allah-u Teala heç kəsi əli boş qaytarmaz, günahları bağışlayar. Allah-u Teala hər nə hacət istəsən, dünya və axirət hacəti əgər haramdırsa və insanın salahına və xeyrinədirsə, Allah-u Teala verər insana. Çox dua eləyəyin, istəyəyin Allahdan, istiğfar eləyəyin, günahlarımızdan Allaha bağışlanmaq diləyəyin inşallah və ən gözəl əməllərindən biri bu ayda və məxsusən cümə günlərində Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr eləməkdir. İmam Zeynul Abidin əleyhissalam Ramazan ayının dualarından birində səhifə-i səccədiyə buyurur. Bir fərazını istəyirəm oxuyaq, çox gözəl duadır, buyurur ki, Allahümmə salli ala Muhammedin və alih. Pərverdigara, sən öz salavatını və salamını Peyğəmbərə və onun ailəsinə göndərginən və izə kanə ləkə fi kulli leylətin min layali şəhrina haza riqabun ya'tiquha affuk əv yəhəbuha səfhuk. Pərverdigara, əgər bu ayın gecələrində, bu mübarək ayın gecələrində sənin o bəndələrin ki var, sən onların günahlarını bağışlayarsan, onların boynun cəhənnəm odundan uzaq eləyərsən, fəc'al riqabana min tilkər riqab. Pərverdigara, bizim də boynumuzu o cəhənnəm odundan azad olan boyunlardan qərar verginə. O insanları ki, sən bu günlərə Pərverdigara yazırsan ki, onlar ta cəhənnəm odundan azad olurlar, Pərverdigara, bizləri də riqabana Həzrət cəm dua edir. Bizə öyrədir ki, tək özüvə deməklə, mənə. Deyir, bizə, Pərverdigara, bizim də o boynumuzu cəhənnəm odundan uzaq olanlardan qərar verginə. وَجَعَلْنَا لِشَهْرِنَا مِنْ خَيْرِ əhlin və əshabin. Pərverdigara, məni bu aya xeyirli əhl və bu ayın xeyirli səhabələrindən, bu ayı gözəl formada dərk eləyənlərdən bizləri qərar verginən inşallah. Allah-u Teala Həzrətin bu duasını bizim də halımıza şamil eləsin inşallah. Və bu üzümüzə gələn həftə içindəyik hal-hazırda əziz ikinci imamımız Peyğəmbər salavatullahın birinci əziz nəvəsi Həzrət Zəhra salamullah aleyhanın, Əmir-əl-Müminin Həzrət Əleyhisselamın birinci evladı İmam Həsən-i Muştəbə aleyhisselamın mübarək mövlud günü gəlir qabaqdan. Ki, bu əziz gün münasibəti ilə sizləri təbrik ərz edirik sizin xidmətinizə və Allahdan o Həzrətin mərifətlə ziyarətin və şəfaətin diləyirik hamımıza inşallah. İmam Həsən əleyhissalam bizim ikinci imamımızdır, Peyğəmbər salavatullahın əziz nəvəsidir. Həzrət İmam Həsən əleyhissalamı çox istəyərdi. O cürə ki, yazılıbdır tarixdə, Həzrət Peyğəmbər salavatulllah özü İmam Həsən Muştəbə əleyhissalamın adını Peyğəmbər salavatullah qoyubdur. O onu çox istəyərdi.
Həzrət 50 ilə yaxın 40 neçə il ömür sürübdü. Ömrünün 7 ilin təqribən Peyğəmbər salavatlığının vaxtında yaşayıbdı. Yəni 7 yaşına qədər Həzrət Peyğəmbər salavatlığının vaxtını dərk eləyib və ondan sonra Həzrət Əli əleyhissalamın imamət dövrü və o Həzrətin özünün imamət dövrü də 10 il sürübdü. Ki, Həzrət Hicrətin 40-cı ilindən 50-ci ilinə qədər müsəlmanlara rəhbərlik və imamət kürsüsündə olub ki, onun təqribən 7 ayın zadın xilafətdə olubdu və tarixi eşidibsiz bilirik ki, o hadisələr ki oldu, müminlərin səhlənkarlığı, müminlərin rahat tələbliyi və ilaxır fitnələr ki, Həzrət məcbur oldu xilafəti təhvil versin Muaviyə məluna. Amma şərt-i şurutla ki, bunlar barəsində çox söhbət eləmək istəmirəm. Amma bəziləri Həzrətin xüsusiyyətlərində, məxsusən şücaətində şübhələr yaradırlar. Məsələn, görürsən, bölürlər də, deyirlər ki, məsələn, İmam Hüseyin əleyhissalam belə olubdu, amma İmam Hüseyin əleyhissalam belə olmayıbdı. Halbuki, Həzrətin xüsusiyyətlərindən biri onun şücaətidir. Əimmə əleyhissalam özü İmam Hüseyin əleyhissalamı şüca bir insan kimi bizlərə tanıtdırıbdı. Ki, o, şücaətli insan olubdu. Şücaət, əlbəttə bu mənaya deyir ki, insan ilə hər yerdə yeri gəldi, gəlmədi, məsələn, özün oda ata. Şücaətin mənası budur. Şücaətin mənası budur ki, insan ağılla yeri gələn yerdə hərəkət eləməyi bazara, qorxmaya və düzgün istiqamətli ola. Şücaətin mənası budur. İmam Həsən Əskəri əleyhissalam buyurur, neçə şeyin ölçüsün, meyarın bizə başa salır. Buyurur ki, İnnə lis-səxai miqdaran. Səxavətin bir ölçüsü var, bir miqdarı var. Ki, fəin zadə aleyhi fəhuvə sarəf. Əgər insan o səxavətin ölçüsündən, miqdarından keçdi, israf olar. İnsan israf eləyər. Bir həddi var insan xərcləməyinin, səxavətinin ki, birinci xütbədə də buna işarə elədi. İnsan həddin gərə bilə ki, özünə nə qədər xərcləsin, başqalarına nə qədər xərcləsin, əhli əyalına nə qədər xərcləsin. Gərək bunun həddin bilə. وَلِلْحَزْمِ مِقْدَارًا فَاِنْ زَادَ عَلَيْهِ فَهُوَ cubun. Ehtiyat eləməyin, səbirli olmağın bir miqdarı, bir həddi var ki, insan necə ehtiyatla rəftar eləyər. Əgər o da həddini aşsa, olar qorxaqlıq. İnsan görə bilər ki, harada, nə həddə ehtiyat eləməlidir və sakitliklə rəftar eləməlidir. Əgər bundan çox olsa, olar qorxaqlıq. وَلِلْاِقْتِسَادِ مِقْدَارًا فَاِنْ زَادَ عَلَيْهِ فَهُوَ بُخُلْ. Və iqtisadın, mal, pul yığmağın, saxlamağın da bir miqdarı var. Əgər o miqdarı keçsə, insan olar paxıl. Yəni, həm xərcləməkdə gərək insan miqdarını bilə, həm saxlamaqda gərək miqdarını bilə. Deyir, o miqdarı keçsə, olar paxıllıq. وَلِشِّجَاعَةِ مِقْدَارًا. Şücaətin də miqdarı var. Sözümüzün məqsədi buradaydı. فَاِنْ زَادَ عَلَيْهَا فَهُوَ تَحَوُّرٌ. İnsan o miqdarı keçsə, bu da olar təhəvvür. Yəni, hesab kitabsız hər nəyə qabağa getmək. Şücaət də gərək hesab kitabla ola, ağılla ola, rəftarla ola, elə bir şeylə ola ki, faydası var o şücaətin. Məsələn, deyək ki, bir nəfər şücaətlidir, məsəl, çıxıb 10-cu mərtəbədən özünü tullaya bilir yerə, qorxmur. Çıxıb, nə bilim, küçənin ortasında qala bilir, maşınlar vıc-vıc keçsinlər o anına, bu anına. Bu qorxaqlıqdır, bu şücaətdir, bu ağılsızlıqdır. İnsan bir yerdə gərək şücaət eləyək ki, orada şücaət eləmək lazımdır. Həm ehtiyatın gözləyə, həm şücaətin gözləyə. İmam Həsən əleyhissalam da şücaətli idi. Yəni, yeri olan yerdə, lazım olan yerdə Həzrət
bütün müharibələrdə şücaətli idi. Heç bir yerdə görsənmirdi ki, Həzrətdən qorxaqlıq görsənsin. Həzrət Əli əleyhissalamın müharibələrində İmam Həsən əleyhissalamın şücaəti zavanzad idi. Hətta sülhdən qabaq müsəlmanları müqabiləyə, mübarizəyə dəvət edirdi. Daha heç kəs qəbul eləməyəndən sonra Həzrət məcbur olurdu ki, o yerdə qalan bir neçə nəfəri hifz eləmək üçün, şiaları qorumaq üçün sülh müqaviləsi bağlasın. Döyüşlərin birində Cəməl döyüşündə idi səhv, bəli, Cəməl döyüşündə ki, Həzrət Əli əleyhissalam əvvəl bayrağı verdi Məhəmməd Hənəfiyə ki, hücum elə. Qorxma düşməndən hücum elə, amadır. Məhəmməd Hənəfiyə hücum elədi. Bir-iki dəfə ki, hücum elədi, o nizələrin, oxların çoxluğundan qabağa gedə bilmədi. Həzrət axırda aldı bayraq ondan verdi İmam Həsən əleyhissalama. Deyir, biraz keçmədi ki, İmam Həsən əleyhissalam bir o hücum eləyən şir kimi necə hücum elədisə, birazdan gördülər ki, Həzrət qanlı qılıncı ilə qayıtdı və o dəvə yerə yıxılıbdı. Deyir, Məhəmməd Hənəfiyə biraz narahat oldu bu məsələdən. Baxırdı bir Həzrət İmam Həsən əleyhissalama baxırdı, bir o dəvəyə baxırdı. Həzrət əleyhissalam Məhəmməd Hənəfiyənin könlünü almaq üçün dedi ki, narahat olma ki. O, şücaətli Fatimə-i Zəhranın balasıdır. O, Peyğəmbər balasıdır, sən də mənim oğlumsan. Düzdür, Həzrət də şücaətli idi. Məhəmməd Hənəfiyə də qorxmaz idi, şücaətli idi. Amma deyir, bu səndən yuxarıdır, ta ona narahat ol. Bu Peyğəmbər balasıdır. İmam Həsən əleyhissalam o qədər şücaətli müharibələrdə iştirak edirdilər ki, Həzrət Əli əleyhissalam bəzən səhabələrinə tapşırırdı ki, bunlardan müğayət olun. Bunlar o qədər qabağa gedirlər, bunlara bir şey olar, Peyğəmbərin nəsli kəsilər. O qədər qorxmaz, Allah yolunda mübarizə eləyən. Yəni, bu məsələ ki, bəziləri görsən şübhadırlar ki, İmam Həsən əleyhissalam belə olmayıbdı. Bütün tarix kitabları Həzrətin şücaəti və onun istiqamətinə şahiddir. İmam Sadiq əleyhissalamdan da Həzrətin xüsusiyyəti barəsində bir hədis oxuyaq inşallah. İmam Sadiq əleyhissalam, İmam Həsən əleyhissalam barəsində buyurur ki, Həsən ibn Əli əleyhissalam öz zamanının ən abid insanı idi, ən zahid insanı idi, öz zamanının ən yaxşı, ən gözəl insanı idi. Haçan görərdin ki, həcc yerinə yetirir. Həzrət bilirsiniz də təqribən 20 ya 25 dəfə piyada həccə gedibdi İmam Həsən əleyhissalam. Deyir, çoxlarında ayaq yalın olardı İmam Sadiq əleyhissalam buyurur. Ki, həcc yerinə yetirərdi və çox zaman ayaq yalın Allah yolunda həcc eləyərdi. Əgər deyir, onun yanında ölümdən danışanda, qəbirdən, qiyamətdən danışanda ağlayardı Allahın xofundan. Əgər onun yanında siratdan danışanda, Allahın hesab kitabından danışanda ağlayardı. Əgər name-i əmalın Allahın məhkəməsində, Allahın təqdimatında görsənməklə danışanda ağlayardı. Allahın qorxusundan ağlayardı, hönkür-hönkür ağlayardı. İbadət eləyərdi, istiğfar eləyərdi. Bizlərə nümunədir Həzrət. Ta vaxtımız az olduğuna görə hamısını oxumuram inşallah. Allah-u Teala o Həzrətin mərifətlə, ziyarətin və şəfaətin hamılıqla bizlərə qismət eləsin inşallah. Və axırıncı münasibət ki, bu zamanımızda olan məsələlərdir ki, hamımız görürük, şahidi, dünyanın müstəkbirləri, zalimləri, necə ki, rəhbər məzəm buyurmuşdu da, buyurur ki, bu qərb dünyasında bir neçə ölkə ki var, istikbardılar. Bunlar 300 il bu dünyanın qanın soğurublar, istismar ediblər, sərvətin talayıblar və bu günlərdə bu talamağa davam eləmək istəyirlər. Bir neçə ölkə ki, qalıblar bunlarla üzbəüz, bunlarla müqabilə edirlər, hədə qorxu gəlirlər, bunlara sanksiya qoyurlar, məhdudiyyətlər yaradırlar və ilaxır. Və bəzi ölkələr, amma bu günləri bunların qabağında dayanıb və bu günləri onların o heymənəsi, ubuhəti sınmaq zamanı gəlib çatıbdır. Bir ərəb siyasətçilərindən birinin sözü idi, bir yerdə gördüm. Deyir ki, bir yerdə getmişdim konferansa, məndən soruşdular ki, sən sünnisən ya şiə? Deyir, mən də onlara belə cavab verdim ki, bugün zaman da elə bir yerə gəlib çatıb ki, da bu sözlərin yeridir, kimsə sünnidir, kimsə şiədir.
Yox, bu günləri dünyada iki hissəyə bölünübdür. Haqq cəbhəsi və batil cəbhəsi. Bu günləri ta haqq cəbhəsində də bütün məzhəblərdən, dinlərdən var, batil cəbhəsində də bütün məzhəblərdən, dinlərdən var. Fərqi yoxdur. Bu hansı məzhəbdədir, hansı dindədir. Haqq cəbhəsi var və batil cəbhəsi var. Görürük də, məsələn, bu günləri, bu istikbarlar gəliblər, elə məsələn, bu yaşadığımız ölkə, buranın başına cürbəcür oyunlar açmaq istəyirlər, məhdudiyyətlər yaratmaq istəyirlər. O günləri, məsələn, İngiltərənin və Fransanın o başçıları çıxıb deyirdi ki, biz nə qədər lazım olsa Ukraynanı müdafiə eləyəcək ki, ta ki, Rusiyanı məcbur eləyək təslim olmağa, onların dediklərini qəbul etmək. Niyə? Bunlar istəmir, bu ölkə istəmir onların dediyini qəbul etsin. İstəmir onlara kölə olsun. Rəhbər Məzəm buyurur, onlar 300 il sağıblar bu dünyanı. İndi bir nəfər ki, onların qabağında dayanır, ta bunu həzm eləyə bilmirlər. Gəlib, məsələn, öz gəmisini gətirib, deyir ki, sən gərək raketin olmasın. Bir ana dillər, deyirlə, raketin olmasın. Nə bilim, atom enerjisindən istifadə eləməklə. Bunlar yaxşı, pisdirsə, səndə niyə var? Yox, məndə gərək olsun, mən dünyanın sülhün qoruyuram, amma səndə olmasın. Səndə olsa bizə xətərdir. Və səndə olanda cəmaata başqalarına xətər deyir, yox. Onu heç kəs soruşmur ta onlardan. Deyir ki, yox, gərək səndə olmasın. Gərək bizdən qəbul eləyəsən, bizim dediyimizi, bizlə söhbət eləyəsən və dediyimizi qəbul eləməsən, razı. Amma əlhəmdülillah bu günləri müqavimət cəbhəsi, haqq cəbhəsi onların qabağında dayanıb, necə ki, rəhbər Məzzəm də buyurdu ki, bəzən deyirlər ki, biz gəmi gətirmişik, belə eləyərik. Bunlar düzdür, böyük silahlardır, qorxulu bir şeydir, amma ondan da qorxulu onları o dənizin dibinə qərq eləyən silahlardır bizləri bu şeylərlə qorxutmasınlar.